Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Azərbaycanda vaxtaşırı səs-küylü həbslər həyata keçirilir. Zaman-zaman nazirlər, komitə sədrləri, deputatlar, iş adamları və sair bu taleyini yaşayır. Adnan Əhmədzadənin həbsi yaxın tariximizdə baş verən oxşar hadisələri yenidən gözlər önünə sərdi. Son 20 ildə baş verən bu tip əməliyyatlar ölkədə zəlzələ effekti yaratdı. 2 nazir, 1 tale. 2005-ci ilin oktyabrında sabiq Səhiyyə naziri Əli İnsanov, İqtisadi İnkişaf naziri Fərhad Əliyev başda olmaqla xeyli şəxs iş otağındaca qandallandı. Onları o vaxtki Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına saldılar. Hər iki nazir dövlət çevrilişində günahlandırılırdı. Düzdür, istintaqın gedişində o maddələr mənimsəmə ilə əvəzləndi. Çünki həmin dövrə beynəlxalq təşkilatlar həmin maddələrə istinad edərək Əli İnsanovu və Fərhad Əliyevi siyasi məhbus elan edə bilərdi. Ona görə də işə korrupsiya və rüşvət ittihamları da əlavə edildi. Üzərindən 20 il ötüb bəzi detalları unuda bilərik. Bu səbəbdən oxuculardan üzr istəyirik. Fərhad Əliyev də, Əli İnsanov da hakimiyyətə iddialı idilər. Onlar hakimiyyət daxili klanlarla və bəzi xarici təşkilatlarla sövdələşmə içində olublar. O vaxt deyilirdi ki, Fərhad Əliyev ABŞ-ın Bakıdakı səfirliyi ilə ciddi təmas içindədir. Belə söhbət yayılmışdı ki, Qərb diplomatları ilə görüşlərdə onlar Fərhad Əliyevə sizi Azərbaycanın növbəti prezidenti kimi görürük ifadəsinə sakit qalmış, bir növ susaraq bu sözdən məmnunluğunu ifadə etmişdi. Fərhad Əliyevin televiziyalara açıqlaması, mən türk oğluyam, məni xalq sevir və sair emosional, pafoslu cümlələri də onu hədəfə çıxarmışdı. Rəqibləri onu provokasiya etdilər, mikrofon uzatdırdılar, kamera yönləndirdilər, o da bu tələyə düşdü. Əli İnsanovun 2003-cü ildən sonra özünü hakimiyyətə hazırladığı barədə informasiyalar dolaşırdı. O, hər yerdə deyirmiş ki, 500 minlik Qərbi Azərbaycanlıların lideridir. Hətta yapqın iclaslarının birində İnsanov elə etməyin ki, 500 minlik Qərbi Azərbaycanlıları ayağa qaldırım deyib. Hakimiyyət çevrilişinə hazırlıq necə deşifrə edildi? Hər iki nazir 2005-ci ilin noyabr ayının 5-də keçiriləcək Milli Məclisə seçkiləri fürsət bilib daha da aktivləşmişdi. Siyasi fəallıq maksimum dərəcədə artmışdı. Bir tərəfdən də siyasi müxalifət hakimiyyətin aşkar, legitim rəqibi təşkilatlanaraq, blok yaradaraq iqtidarı sıxışdırırdı. Qonşu Gürcüstanda, Ukraynada, Qırğızstanda art-arda baş verən inqilablar, hakimiyyət dəyişikliyi müxalifəti cəsarətləndirmişdi. 2003 fiyaskosundan sonra təzədən dirçəlib meydanlara çıxmışdı. Nəinki 20-30 deputat yerinə bütövlükdə hakimiyyətə iddialı idi müxalifət liderləri. Narazı elektorat da baş verənlərdən ümidlənmişdi. Qərbin bəzi dairələri də hakimiyyəti sıxırdı. Dövlət bu mürəkkəb vəziyyətdən çıxmaq üçün sərt addıma getməli oldu. Öz içindəki gizli müxalifəti sarsıtmaq üçün ilanın başını əzmək qərarı verdi. İki naziri Əli İnsanovu və Fərhad Əliyevi xüsusi əməliyyatla həbs etdi. Bununla da üzərinə 3-4 yerdən gələn təzyiq dalğasını xeyli dərəcədə azalda bildi. Quska niyə Sokar prezidenti ola bilmədi? 2005 seçkilərində bəxti üzünə gülən bir fiqur vardı. Müxalifətin qənimi, mitinqlərin Əzraili Hüseyn Abdullayev. Onu hər kəs Quska kimi tanıyırdı. Hüseyn Abdullayevin deputat mandatına sahib olması ciddi müzakirələrə, etirazlara səbəb olmuşdu. Amma Quska reket, qanunsuz silahlı dəstə başçısı, bandit obrazını deputat mandatı ilə yumaqda israrlı görünürdü. O, özünü ictimaiyyətə yeni obrazda təqdim etmək istəyirdi. Siyasətçi, bəstəkar, iş adamı, xeyriyyəçi. Quska müəyyən müddət buna nail oldu. Amma il yarım sonra 2007-ci ilin mart ayında gerçək simasını büruzə verdi. Milli Məclisin iclasında deputat həmkarı ilə əlbəyaxa davaya çıxdı. Buna qədər də o, parlamentdə özünü xüsusi imtiyazlı şəxs kimi aparırdı. Hökumətin hesabatını, Sokarın fəaliyyətini, nazirlərin işini sərt dillə tənqidə məruz qoyurdu. Bununla da ictimai dəstək qazanırdı. Fəzail Ağamalı ilə dava isə onun Milli Məclis epoxasını sona çatdırdı. Hüseyn Abdullayev bu çıxışları boşuna etmirdi. O, Sokar prezidenti olmağa çalışırdı. 2006-cı ildə seçkidən bir müddət sonra Rövnəq Abdullayevin bu posta təyin edilməsi Quskanı sözün əsl mənasında dəliyə döndərmişdi. Necə yəni, vaxtilə mənə sürücülük etmiş bu adam indi Sokar prezidenti olacaq, deyə üsyan edirdi. Beləcə, bu hiqqə onu Milli Məclis salonundan türmə köşələrinə atdı. Məlum davanın səhəri günü əməliyyatçılar yolda onun başına torba keçirib istintaqa təhvil verdilər. Deputat toxunulmazlığı ləğv edildi, mandatına xitam verildi. Bir müddət həbsdə olandan sonra bağışlandı, türmədən çıxdı. Amma sakitləşməmişdi. Bu dəfə müxalifətlə Milli Şura ilə ittifaq qurmuşdu. Onun 2013-cü ilin iyununda Milli Şuraya himn yazması, Azadlıq qəzetində dövlət rəhbərliyini hədəf alması körpüləri tamamilə yandırdı. Quska bu bəyanatları Almaniyadan verirdi.
Özünə arxayın idi ki, dövlətin əli ona çatmaz. Bu arxayınlıq sonunu gətirdi. 2018-ci ilin aprel ayında sığındığı Almaniyadan Türkiyəyə gəlir. Dinnin əməliyyat qrupu İstanbulda Hüseyn Abdullayevi yaxalayıb Bakıya gətirdi. Beləcə daha bir əfsanə tarix oldu. 2015-ci ilin oktyabrında Azərbaycanda daha bir səs-küylü hadisə baş verdi. Milli Təhlükəsizlik naziri Eldar Mahmudov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edildi. Ölkənin ən qüdrətli nazirlərindən hesab olunan Mahmudovun işdən uzaqlaşdırılması şok effekti yaratdı. Həmin vaxt ölkə parlament seçkilərinə hazırlaşırdı. Təxminən 20 gün sonra Milli Məclisə seçkilər keçiriləcəkdi. Eldar Mahmudovun istifaya göndərilməsinin köklü səbəbləri vardı. O, vəzifənin verdiyi imtiyazlardan dövlətin təhlükəsizliyi üçün yox, özünün və çevrəsinin maraqları üçün istifadə edirdi. Bütün qırmızı xətləri keçmiş, sərhədləri aşmışdı. Eldar Mahmudov canını nazir kreslosunu itirməklə qurtardı. Amma onun MTN toplaşmış və general, polkovnik mundiri geymiş cinayətkar dəstəsi həbsxanaya dolduruldu. Düzdür, bəziləri canını birtəhər qurtara bildi. Məsələn, Akif Çovdarov 2020-ci ildə vaxtından əvvəl azadlığa çıxdı. Amma əmlaki əlindən alındı, nüfuzu, hörməti yox oldu. İndi isə Adnan Əhmədzadənin həbsi ölkə gündəmi dalğalandırır. Bu gənc, amma perspektivsiz adam özünü çox pis yerdə axşamladı. Həbs səbəbi ilə bağlı deyilənlər doğrudursa, dövlətə qarşı böyük təxribata yol verib. Bunun isə cəzası ağır olacaq. Bir sözlə, Adnan özünü uzun müddətli həbsə hazırlasın. Son 5 ildə həbs edilən ona yaxın icra başçısını, bəzi orta ranglı məmurları, bank rəhbərlərini bura əlavə etsək, ciddi bir siyahı alınar. Bu həbsləri işdən çıxarılmaları birləşdirən və eyni vitrinə düzən bir motiv var: müvəffəqiyyətdən və artan var dövlətdən baş gicəllənməsi. Vəzifənin, pulun yaratdığı imkanları yanlış istiqamətə istifadə edəndə sonu həbsxana divarları olur, ən yaxşı halda ev dustaqlığı. Bu adamlara bir az gec toxunulsaydı, Azərbaycanın başına açmadıkları oyun qalmayacaqdı. Nə işdirsə varlanan maddi imkanları, səlahiyyətləri artan kimi hamısının ürəyindən hakimiyyət keçir. İnsanovlar, Fərhadlar, Eldarlar, Adnanlar getdi, amma yerində xeyli belələri qalmaqdadır. Gedənlər getdi, qalanlara gözü qulaq olmaq lazımdır.